Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün bilik növlərinə aid testlərə baxacağıq. Gəlin birinci sualdan başlayaq. Hansı fikir yanlışdır? Metakognitiv bilik yuxarı təfəkkür səviyyəsinə uyğun gəlir. Doğrudur. Biz nə demişdik? Metakognitiv bilikdə şagirdin özü ilə bağlı biliyi olması, özü ilə bağlı strategiya qurması hər biri metakognitiv biliyin daxilində idi. Bu da onu göstərir ki, yəni yuxarı təfəkkür səviyyəsinə uyğun gəlir. Tamamilə doğrudur. Amma bizdən yanlış fikri soruşur burada. İkinciyə baxaq, yəni B variantına. Faktoloji bilik Bloom taksonomiyasının aşağı mərhələlərinə uyğun gəlir. Tamamilə doğrudur. Yəni burada biz qeyd etmişdik ki, faktoloji bilik taksonomiyanın aşağı mərhələsinə uyğun gələ bilir. Faktoloji biliyə aid təbii ki, dekorativ bilik də deyilir buna. Üçüncü, şagirdin tapşırığın həlli zamanı özü üçün düzgün strategiya seçməsi prosedural biliyə aiddir. Xeyr, özü üçün düzgün plan qurması, strategiya seçməsi, hər biri təbii ki, aiddir metakognitivə, amma burada deyir ki, prosedurala aiddir. Buna görə C bəndini biz yanlış kimi götürəcəyik. Cavabımız olacaq C bəndi. Digərlərinə baxaq. Şagirdlər idraki proseslər haqqında nə qədər çox məlumatlı olsalar da daha yaxşı öyrənə bilərlər. Yəni məlumatları çox olduqda daha yaxşı öyrənər. Tamamilə doğrudur. E-də deyir, strateji bilik öyrənmə tətbiqi ilə bağlı strategiyalardan xəbərdar olmaqdır. Tamamilə doğrudur. Yanlış olan bir də cavabımız olacaq C bəndi. İndi keçirik ikinci suala. Hansı fikir yanlışdır? Bizdən yanlış olanı soruşur. A-da şagirdlər bilik əldə edərkən onun kognitiv proseslərdən keçirməlidirlər. Təbii ki, doğrudur. Kognitiv nədir? Kognitiv idrakdır, düşünmədir, qavramadır, başa düşməkdir. Hansı ki biz demişdik ki, yəni hansı ki idrak haqqında danışanda nəyisə təhlil etmək, düşünməkdən söhbət gedir. Ona görə A bəndi doğrudur. B-də biliyin qəbulu zamanı kognitiv və metakognitiv fəaliyyətlərin əhəmiyyəti böyükdür. Təbii ki, tamamilə doğrudur. Metakognitiv bilik əsas götürülən bilik növüdür. C-də deyir ki, şagirdlər onlara ötürülən bilikdən özləri üçün bir məna çıxarda bilməzlər. Təbii ki, onlara bir bilik ötürülürsə, o öz beyinlərində təhlil etməlidirlər, başa düşməlidirlər, ondan nəticə çıxarmalıdırlar. Bu da doğru fikirdir. D-də deyir, biliyin faktoloji, konseptual, prosedural və metakognitiv olaraq təsnif edilir. Təbii ki, doğrudur. Yəni, ola bilər testlərdə faktolojinin yerinə dekorativ yazsın, dekorativ bilik. Yenə də belə deyək də, tamamilə doğrudur. Biz nə demişdik? Faktolojinin də iki hissəsi var, spesifik və terminoloji. Bu, yəni ümumi olaraq götürdükdə 4 bilik növü var. Bu doğrudur. E-dədir, şagird biliyin ötürülməsinə passiv iştirakçı rolu oynamalıdır. Bu doğru deyil. Passiv iştirakçı dedikdə, yəni ancaq qulaq asan yox, aktiv iştirakçı rolunda oynamalıdır. Ona görə E bəndi burada yanlışdır. Elə yanlış olanı bizdən istədiyinə görə 2-də götürəcəyik E bəndi. Cavabımız 2-də E bəndi. İndi 3-ə baxaq. 3-də uyğunlaşdırmadır. Metakognitiv bilik, prosedural bilik, konseptual bilik, bir də deklarativ bilik. Gəlin baxaq birinciyə. Şagird məsələni həll etməzdən öncə onu təsəvvüründə canlandırmağın anlamasına yardım etdiyini bilir. Bu tamamilə doğrudur. Onu öncə təsəvvüründə canlandırmağın anlamasına yardım etdiyini bilir. Yəni, özü ilə bağlı artıq bu insanın məlumatı var ki, mən təsəvvürümə nə isə gətirdikdə daha yaxşı başa düşə bilirəm. Özü ilə bağlı olanlar aid olacaq metakognitiv biliyə. Bir də A. Daha sonra ikinciyə baxaq. Şagird yayda, okeanda materikə doğru əsən küləklərin adlarını sadalayır. Deməli, əgər sadalayırsa, yəni dəqiq məlumatdırsa, bu aid olacaq deklarativ bilik, yəni faktoloji biliyə. Ona görə 4-4-ə uyğun gələcək. Daha sonra 3-cü konseptual biliyə baxaq. Şagird şəhər və kənd əhalisinin say nisbəti etibarilə dəyişməsini hesablayır. Bu konseptual biliyə aid deyil, bu prosedural biliyə aiddir. Hesablamadır, daha sonra belə deyək də, məntiqi məsələlərdir. Hər biri prosedural biliyin xüsusiyyətlərindən biridir. Ardıcıllıq, algoritmlər hər biri prosedural biliyə aid edilir. Daha sonra burada qalır hansı?
Qalır B bəndi şagird yayda onu dedik, o aid oldu dekorativ biliyə. Deməli, metakognitiv biliyə aiddir 1A, prosedural biliyə 2C, şagird şəhər və kənd əhalisi say nisbəti etibarilə dəyişməsini hesablayır. 3-ə gedəcək D bəndi, şagird sağlam həyat tərzinə təsir edən amilləri qruplaşdırır. Qruplaşdırma, təqsim etmə, sistemləşdirmə konseptual bilikdir, yəni idraki biliyə aiddir. Və dördüncü də aid olacaq B-yə. Şagird yayda okeanın materikə doğru əsən küləklərin adlarını sadalayır. Deməli, 1A, 2C, 3D, 4də B. Dördüncüyə baxaq, klasteri tamamlayın. Əgər klaster verilibsə, bir fikir burada səslənirsə, mütləq o fikrə uyğun olan olmalıdır. Digərləri də. Biliyin növlərindən biridir. Kvadrat tənliklər üçün algoritmləri bilir. Baxın, bayaq burada da belə bir məsələ var idi ki, riyazi məsələdən danışırdı burada. Hansı idi? Hə, deməli 2-də biz götürdük burada C. Şagird şəhər və kənd əhalisi saydı, nisbətdir, hesablamadır, tənliklərdir, riyazi məsələlərin ardıcıllığını bilməkdir. Hər biri prosedural bilikdir. Deməli 4də prosedural bilikdir və burada olan variantlardan biri təbii ki, prosedural biliyə aid olandır. Hasili 24 olan 2 ədədin cəminin ən böyük qiymətini hesablayır. Elə cavabımız olacaq burada 4də A bəndi. B-də Yunanıstanda ilk olimpiya oyunlarının nə vaxt yarandığını bilir. Bu faktoloji bilikdir. Marafon döyüşünün kimlər arasında baş verdiyini bilir. Bu da faktolojidir. Birincilər yarışda qalib gəldi cümləsinə birincilər sözünün isim deyə say olduğunu bilir. Bu da aiddir konseptual biliyə. E-də isə hansı